Özünüzü təqdim edin zəhmət. Məmmədov Faiq Sərrafoğlu. Faiq bəy, Doktor Seyfəddin klinikasına nə yaxşı gəlmişsiniz? Mən əvvəllər müalicə götürmüşdüm, bir xeyir olmamışdı miqrinə görə. Nə idi şikayətlərin? Şikayətlərim baş ağrısı var idi, ürək bulanmaları var idi. Sonra bəzi şikayətlərim də var idi ki, onun üçün gəldim bura, Doktor Seyfəddin klinikasına ki, xəstəlik müalicə olunsun, sağ olsun həkim. Nə ilə müalicə aldın? Təbii üsullardan, zəli, arı, sonra təbii də Arı məhsulları. Bəli. Aha. Müalicə götürdüm, şükür effektin gördüyüm, hər şey yaxşıdır. 10 gün əvvəl gəlmişdim, indi ara sıra həftədə bir dəfə də gəlib gedirəm. Şükür effekti yaxşıdır, hər şey yaxşıdır. Nədir və effekti, nədə hiss elədi? Baş ağrılarım çəkilib. Sonra? Ümumiyyətlə, ürək bulanmaları yoxdur, boyun ağrılarım yoxdur, o şeylər yoxdur. Yuxu nətərdir? Yuxu rejimim saat 10-da, 11-də yatıram, məsələn, səhər saat 6-da 7-də duram, rahatam. Çox rahatçılıq. Əsəblər? Əsəblərim öz yerindədir, yəni nəyəsə reaksiya vermirəm, əvvəllər reaksiya verirdim. Yəni, xırda bir şeyə reaksiya verirdim, indi reaksiya vermirəm heç bir şeyə. Yəni, normaldır əsəblərim. Əmək qabiliyyətində? Normaldır, hər bir şey normaldır. Hər şey yaxşı. Can sağlığı diləyirəm, çıkanı belə saxla. Sənin şəxsində bütün xəstələrimizə şəfa diləyirəm. Sağ ol. Sağ ol.